Ağcabədidə ölümlə nəticələnən avtomobil qəzası baş verib. Belə ki, maşın darvazaya çırpılıb. Yol nəqliyyat hadisəsi Ağcabədi şəhər ərazisində qeydə alınıb. Laçın rayon sakini 1996-cı il təvəllüdlü Bahadur Xanlarov sükanı arxasında olduğu Mercedes markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı həyətin dəmir darvazasına çırpılıb. Bu zaman o hadisə yerindəcə dünyasını dəyişib. Doğru Xəbər Azərbaycan bildirir ki, baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma işlərinə başlanılıb. Göygöl rayonunun Qırıqlı kəndində də ölümlə nəticələnən ağır yol qəzası baş verib. Belə ki, 2009-cu il təvəllüdlü Ramal Zeynalovun idarə etdiyi Hyundai markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyada 2003-cü il təvəllüdlü Firuz Quluzadəni vurub və daha sonra divara çırpılıb. Nəticədə piyada ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Baş vermiş faktla bağlı araşdırma aparılır.